Salam, sizə dəyərdən genetika bölməsindən belə bir sualın izahını verəcəm. Deyir, 3-cü qan qrupuna malik 2 uşağı olan və ananın deməli 2 dənə uşağı var. İkisi də 3-cü qan qrupudur və ataya qan verə bildiyi halda aşağıdakılardan hansı valideynlərin genotipi ola bilməz deyir. Deməli, burada ilk öncə baxmalıyıq ki, ananın qan qrupu nədir? Birinci qan qrupudur. Ata 3-cü qan qrupudur. Birinci qan qrupu 3-ə qan verə bilər. Bəli, verə bilər. Və bunların övladları 3-cü qan qrupu ola bilər. Atadan B, anadan 0 gəldiyinə görə bəli ola bilər. Deməli, birinci mümkündür. Sonra keçirəm ikinciyə. İkincidə isə qeyd edirsiniz. Ana B0, ata da B0. Bu da 3-cü qan qrupu, bu da 3-cü qan qrupu. Ana ataya qan verə bilər. Bu da doğrudur və bunlardan 3-cü qan qruplu övlad da dünyaya gələ bilər. Deməli, bu da doğrudur. Keçirəm 3-cüyə. Ana 1-ci qan qrupudur, ata 2-ci qan qrupudur. Ana ataya qan verə bilir. Lakin bunların övladı 3-cü qan qrupu olmur. Ya 1 olacaq, ya 2 olacaq. Ona görə 3 doğru deyil. Cavablarımızda 3 götürməliyik. 4-ə baxıram. 4-də isə qeyd edir. Ana 1-dir, ata 4-dür. Ana ataya qan verə bilər. 1-ci qan qrupu 4-cü qan qrupuna qan verə bilir. Və buradan atadan B, anadan 0 gəldikdə övladlar 3-cü qan qrupu ola bilər. Deməli, o zaman bu da doğrudur. Keçirəm 5-ciyə. 5-də isə deyir ki, ana 3-cü qan qrupudur, ata 1-ci qan qrupudur. 3-cü qan qrupu 1-ciyə verə bilməz. Çünki bizə burada deyir, ana ataya qan verə bilir. Ona görə bu da olmaz. Bunu götürürəm. Ola bilməzləri. 6-ya baxıram. 6-da isə ana 3-cü qan qrupu, ata isə 4-cü qan qrupudur. 3-cü qan qrupu 4-ə qan verə bilir. Bəli, doğrudur və buradan B gəldikdə övladlar 3-cü qan qrupu ola bilər. Bu da doğrudur. Bizdən ola bilməz dediyinə görə 3-5 cavab C variantı.